Bir ədəd qolaltının, antiperspirantın sizə 1 il tərlətməyəcəyinə söz verirəm desəm inanarsınız? Məncə inanın. Çünki bunu artıq 3 ildir istifadə edirəm. Üçüncü flakonudur məndə. Balaca olduğuna baxmayın. Mən də görəndə şoka düşmüşdüm. Hətta birincisini başlığını taxanda belə dağıtmışdım yarısını. O belə məndən 1 il getdi. Belə rolik formasındadır. Bunu istənilən aptekdən ala bilərsiniz. Yəni bu reklam falan deyil. Öz ödənişimdən almışam. Sadəcə olaraq sizə məsləhət görürəm. Baxın, adını belə skrin eləyin. Bunu Zəfəran aptekdən 16 manat 30 qəpiyə almışam. Yəni sizin normalda aldığınız spreylərin zaten qiyməti ən minimum 5 manatdan 7 manatdan başlayır. Və yaxud da məndə evdə dry ID falan hələ o vaxtlar 18 manat idi. İndi Allah bilir neçədir onun qiyməti. Ağlınıza gələ biləcək bütün sprey, gel, qolaltı roliklərin hamısını istifadə eləmişəm, amma bunun qədər mükəmməl bir antiperspirant qolaltı görməmişəm. Cəmi ildə bir dəfə alıram. Həftədə bir dəfə istifadə edirsiniz. İkinci səfər istifadə eləməyin. Əgər çox tərləyənsinizsə 3 gündən bir istifadə edə bilərsiniz. Bir dəfə vurduğunuz belə dərinin üzərinə ikinci səfər qəti təkrar rolikdən keçməyin, dərinizi yandıra bilər. Tam tərtəmiz, qupquru olacaq. İstənilən bədənin hər bir nahiyəsinə istifadə etmək olar. Məsəl üçün insanlar var ki, kürəyi tərləyir və yaxud da ayağı tərləyir. Yəni tam rahat istifadə edə bilərsiniz. Gedib bunu aptekdən alıb mənə təşəkkür edin.